Bizim aşpazların əlləri qızıldır, qızıl. Super. Gəlirsiniz, dadırsınız və əmin olursunuz ki, bu steykdən başqa yerdə yoxdur. Bugün mən sizə çox dadlı bir yemək təqdim edəcəm. Bu qızıl balıq steykidir. İndi mən sizə yaxından göstərib və təqdim edəcəm. Bu yeməyin tərkibi nədir? Qaynadılmış qulançardır, batat püresidir, batat şirin kartofdur, qaynadılmış brokkoli, qaymaqlı göbələk sousu və qızıl balıq steyki. Bu steykdən və bu yeməkdən başqa bir yerdə yoxdur. Gəlin və bunu dadın, əmin olun ki, çox dadlıdır. Hamınızı gözləyəcək bizim məkanımızda, hamınıza nuş olsun. Unutun ki, Bakıda Ritsoşun rolları nömrə deyildi. Dəhşət görsənir, bura baxın necə görsənir. Bəh, bəh, bəh. Püredən dadmalıyıq. Balqabaq püresinə oxşur, amma bu batat püresidir, şirin kartofdandır. Qızıl balıq steyki, göbələk sousu ilə dəhşətdir bu. Yanmaq olmur. Mükəmməl.